Payız fəslinin gəlməsi ilə birlikdə əhalinin müxtəlif yaş qrupları arasında qripə və koronavirusa bənzər xəstəliklər yayılıb. Yüksək hərarət, burun axması, yorğunluq, halsızlıq və bir sıra simptomla müşahidə edilən virusun əhatəsi get-gedə böyüyür. Bəs görəsən, bu xəstəlik hansı viruslardan yaranır? Ona yoluxmamaq üçün nə etmək lazımdır? İnfeksion xəstəlikləri və klinik mikrobiologiya mütəxəssisi Dr. Vasif Əliyev Lent.az-aya mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, son zamanlar məktəblərdə, xüsusən uşaqlar arasında qrip və qripə bənzər əlamətlərlə müşahidə olunan respirator xəstəliklərin sayı çoxalıb. Havaların soyuması və ictimai yerlərdə insanların çox olması xəstəliyin əhatəsini daha da artırır. Qrip, paraqrip, korona, adenovirus, rinovirus, respirator virusu və digər infeksiyalar eyni simptomlarla biruzə verdiyi üçün onları əlamətlərə görə müəyyən etmək çətinləşir. Müşahidə etdiyimiz xəstəliklər arasında qrip və COVID-19-un yeni ştamı da var. Ancaq uşaq və böyüklər arasında yayılan xəstəliyin hansı virusla yoluxduğunu müəyyən etmək üçün test vermək lazımdır. Mövsümə uyğun geyim və sağlam qidalanma, həmçinin zərərli vərdişlərdən uzaq durmaq profilaktik olaraq xəstəlikdən qorunmağa yardımcı olur. Bununla yanaşı, xəstəliyə yoluxmuş şəxslərin tibbi maska istifadə etməsi, ev şəraitində həkim nəzarətində müalicə alması mütləqdir. Xəstəliyi olan şəxslərə istirahət rejimi, bol maye qəbulu və hərarət anında uyğun dərmanlardan istifadə etmək tövsiyə edilir. Bu, virus mənşəli xəstəlik olduğuna görə antibiotik qəbul edilməməlidir. Ancaq ağırlaşmalar varsa və həkim məsləhəti olarsa istisnalar edilə bilər. Uşaqlar, xroniki xəstəliyi olanlar, virusa tez yoluxanlar mütləq hər il qrip peyvəndi vurdurmalıdırlar. Peyvəndləmə oktyabr ayından başlayaraq qış fəslini əhatə edir. Həkim əlavə edib ki, xəstəlikdən qorunmağın ən yaxşı və asan üsulu əl yuma mədəniyyətidir. Çox vaxt asqırarkən ağız və burun yollarında olan viruslar əlimizə təmas edir. Əllər yuyulmadıqda isə o digər əşyalara keçərək başqa şəxsləri də yoluxdura bilir. Xəstə olan insanlar davamlı olaraq əllərini yumalıdırlar. Sabunlu su yoxdursa, spirtli və ya digər dezinfeksiya edici məhsullardan istifadə etmək mütləqdir. Asqıraq gəldiyi vaxt ağzı əllə yox, qolla tutmaq lazımdır. Vasif Əliyev vurğulayıb.